Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Ədalət qarşısında mən heç nədən qorxmuram. Əgər bu gün məni mühakimə edirsinizsə, bilin ki, ittiham etdiyiniz mən deyiləm. İttiham etdiyiniz Azərbaycan xalqının öz haqqıdır. Mən yalnız onun adından danışmışam. Mən ölümdən qorxmuram. Çünki bilirəm, ölüm mənim üçün son deyil. Mənim üçün ölüm xalqımın yolunda bir addımdır. Əgər bu gün hədəfimizə çatmayacaqsaq, sabah çatacağıq. Mən öz xalqımın azadlığı üçün çalışdım. Qoy hamı bilsin ki, mən heç bir günahı olmayan bir insanım. Tək günahım Azərbaycan xalqının hüququnu müdafiə etmək olub. Mənim üçün ən böyük fəxr budur ki, ölüm qarşısında belə əyilmədim. Öz sözümü geri almadım. Əziz həmvətənlərim, mən sizdən yalnız bir şey istəyirəm. Bölünməyin, qorxmayın, öz haqqınızı müdafiə edin. Bugün mən gedirəm, amma bilin ki, millət yaşamı davam etdirirsə, onun yolunda ölənlər də yaşayır. Yaşasın Azərbaycan, yaşasın azadlıq. Qoy gələcək nəsillər bilsin ki, burada, bu meydanda bir hüquqçu öz xalqının haqqı üçün can verdi və başını dik tutdu. Hər bir millətin taleyində elə adamlar olur ki, onların ömrü bir ömürdən artıqdır. Onlar yaşadıkları illərlə deyil, üzərlərinə götürdükləri məsuliyyətlə ölçülür və o məsuliyyət bəzən bir xalqın taleyini dəyişdirəcək qədər ağır olur. Hər addımı düşünərək atırsan, hər cümləni içində daşıya-daşıya yazırsan, amma yenə də sanki heç nə yetərli olmur. Çünki yaxşı bilirsən ki, sənin səsində bir xalqın qırılmış umudlar var. Sənin qələminin ucunda bir millətin illərdir susturulan haqqı yazılır. Bugünkü proqramımız belə bir insanın haqqındadır. O, uşaqlıq illərindən acılığın, yoxsulluğun, ədalətsizliyin içindən keçmişdi. O mənzərələr onun gözündə sadəcə kasıblıq yox, insanın şərəfinə vurulan zərbə idi. Hələ gənc yaşlarında qərarını vermişdi. İstər bilim yurdu, yəni danışqahda, istər bir məhkəmə salonunda, istərsə də qaranlıq zindanlarda olsun. Harda dayanırsa dayansın, onun tərəzisi bir dəfə olsun belə ədalətin əleyhinə əyilməməli idi. Və o əyilmədi. Firidun İbrahim haqqında danışanda bu adın arxasında yalnız bir hüquqçu həyatı yox, bir xalqın özünə dönüş cəhdi dayanır. Onun yazdığı hər məqalə, etdiyi hər çıxış, imzaladığı hər hüquqi sənəd bir amalın davamı idi. Azərbaycanın haqqı var və bu haqqı heç kim sustura bilməz. Bugün biz onun həyatını yalnız bir tarixi hadisə kimi xatırlamırıq. Bugün o səslə bizi bir daha oyatmağa çalışır. Öz haqqının yanında dayan. Çünki sənin dayanmadığın yerdə zülm özünə yer tapır. Araz News radiosunun dinləyiciləri, mən Altay Urmulu. Azadlıq və ədalət proqramının bu bölümündə biz bir hüquq adamının taleyində gizlənmiş böyük bir millətin hekayəsini danışacağıq. Çünki Firidun İbrahimin ömrü yalnız bir insanın seçimi değildi. O, bütün Güney Azərbaycan türklərinin sıxışdırılmış səsinin bir üskana çevrilmiş haliydi. Firidun İbrahimi
1918-ci ildə Güney Azərbaycanın Astara şəhrində ağır zamanların içində də oldu. Bu illər təkcə iqtisadi yoxsulluq deyil, həm də siyasi zülm, milli sıxıntılar və toplumun çarəsizliklə üz-üzə qaldığı dövrlər idi. Onun ailəsi də bu qarışıq həyatın içində yaşayırdı. Atası Mirzə Qəni İbrahimi mübariz adam idi. Haqq bildiyi yoldan geri durmurdu və bunun bədəli ailənin üzərinə daim kölgə kimi düşürdü. Firidun belə bir ortamda böyüdü. Çox erkən yaşlarında gördü ki, bir insanın taleyini çox vaxt öz əməyi yox, üzərində qurulan ədalətsiz bir düzən müəyyən edir. Bu, onun xarakterinə dərin bir iz buraxdı. Hələ uşaqkən ətrafına baxanda başqalarının dərdini öz dərdi kimi hiss edirdi. Onun sonralar yazdığı sətirlərdə bu həssaslıq aydın görünür. Yollarda yalın ayaq çörək dalınca qaçan uşaqları, həyətdə ağır işə məcbur edilən qadınları, bir tikə çörək üçün susan kişiləri unutmadığını qeyd edirdi. O səhnələr onun üçün sadəcə kasıblıq görüntüsü değildi. Bu bir millətin öz evində belə rahat yaşaya bilməməsinin acı mənzərəsi idi. Ailəsinin mübarizə içində olması Firidunu qorxutmurdu. Əksinə, onun içində bir gün bunun niyə belə olduğuna cavab tapmaq üçün istək yaranırdı. Atasının həbs xəbərləri, sürgün illəri və evdə yaşanan gərginlik onun dünya görüşünü formalaşdıran ilk dərslər oldu. Uşaq yaşında öyrəndi ki, haqqı olmayan insan rahat nəfəs ala bilməz. Təhsil həyatını davam etdirmək üçün Astaranı tərk edəndə hələ yeniyetmə idi. Ənzəli və sonrasında Təbriz, hər iki şəhər onun üçün başqa bir pəncərə açdı. İnsanların həyatını, şəhərin ritmini, bir toplumun öz içində daşıdığı yaraları daha aydın gördü. Bu illərdə Firidun özünü yalnız dərslərə bağlamadı. O sual verməyi öyrənirdi. Niyə və kimə görə? Bu suallar onun sonraki bütün fəaliyyətinin təməlini təşkil edəcəkdi. Daha sonra Tehran Üniversitesinə daxil olanda artıq öz yolunun nədən ibarət olduğunu hiss eləmişdi. O, hüququ sadəcə peşə kimi deyil, bir xalqın nəfəsi kimi görürdü. Hüquq onun üçün kağız üzərində yazılan qanun maddələri deyildi. Hüquq zülmün qarşısında dirənmək üçün lazım olan ən kəsərli alət idi. O bu aləti elə ustalıqla mənimsəyirdi ki, öyrətmənləri onun gələcəyinin çox fərqli olacağını görürdülər. Lakin heç kim bu gənc öyrəncinin bir gün öz xalqı üçün can verməyə qədər gedəcəyini ağlına gətirməmişdi. Firidun İbrahiminin gənclik illəri bir tərəfdən dərslərlə, kitablarla, münazirələrlə dolu idi, digər tərəfdən isə ölkənin siyasi gərginliyini, milli kimlik üzərində gedən baskıları daha aydın gördüyü illər idi. O hər gün özündə yeni bir düşüncə formalaşdırırdı. Əgər bir xalqın haqqını müdafiə edəcək adamlar yetişməzsə, bu xalqın taleyi başqalarının əlində oyuncağa çevrilir. Bu düşüncə Firidunun həyatına yön verdi. O bir gün özünü sərt qanunların, siyasi oyunların və təhlükəli cəbhələrin ortasında tapacağını bilirdi. Amma bundan çəkinmirdi. Çünki içində çox əvvəl Astaranın çörək dalınca qaçan uşaqlarını seyr etdiyi gün formalaşan bir inam vardı. Ədalət bir gün bərpa olunmalıdır. Təbrizdən Tehrana uzanan yol Firidun İbrahiminin həyatında təkcə şəhər dəyişikliyi değildi. Bu yol onun həyatının istiqamətini müəyyənləşdirən dönüş nöqtəsi idi. Tehran Bilim Yurdunun hüquq fakültəsinə daxil olanda o artıq bilirdi ki, hüquq elmini öyrənmək onun üçün şəxsi gələcək planı deyil. Hüquq onun gözündə insanların qorunduğu, zülmün çəkindiyi, dövlətin hesab verdiyi bir düzen yaratmaq üçün vasitə idi. Gənc Firidun dərslərinə sadəcə bir öğrenci kimi yox, cavab axtaran bir insan kimi yanaşırdı. Ustadların şərh etdiyi qanun maddələrinin arxasında
nəyin dayandığını, bu maddələri kimin və nə üçün yazıldığını düşünürdü. Hər yeni bilik onda belə bir sual yaradırdı. Bu qanun xalqın həyatına necə toxunur? Hüququn soyut, yəni intizai bir elmdən çıxıb gerçək həyatda ədalətin ölçüsünə çevrilməsi onun üçün əsas ilkələrdən biri idi. Tehran ona yalnız təhsil ortamı vermədi. Bu şəhər İranın bütün siyasi gərginliklərinin, ideoloji mübarizələrinin, milli məsələlərinin kəsişdiyi mərkəzi idi. O, burada müxtəlif düşüncələrlə qarşılaşdı. Fərqli insanların mübarizələrini gördü. Bütün bunlar Firidunun fikirlərini daha da formalaşdırdı. Bu ortamda o, bir daha anladı ki, bir xalqın haqqı kağız üzərində yazılmaqla qorunmur. Onu qoruyan insanlar olmalıdır. Elə bu illərdə onun yolu Seyid Cəfər Pişəvərinin adı ilə tanış oldu. Pişəvərinin Tehranda çıxardığı Acir qəzeti ya ruznaməsi Firidunun diqqətini çəkdi. O qəzetdə yazılanlar onun içində yatan sualların cavabını verirdi. Azərbaycan türklərinin dili niyə yasaqdır? Niyə bu millət öz evində ikinci dərəcəli vətəndaş kimi davranılırdı? Niyə bu məhkəmələrdə haqq deyənlər daha çox məğlub olurdu? Bu suallar təkcə onun düşüncəsində dolaşmırdı. Bu suallar onun gələcək həyat yoluna çevrilirdi. Firidun tədricən yazmağa başladı. Yazdıqlarında açıq şəkildə görünürdü ki, o təkcə hüququ öyrənmir, hüququn mahiyyətini, ədalətin anlamını sorğulayır. Bu yazıları Pişəvərinin nəzərindən qaçmadı. Bir müddət sonra Firidun Acir qəzetinin yazarları arasında yer aldı. Bu, onun üçün sadəcə bir mətbəə işi deyildi. O, öz fikrini, öz duruşunu ilk dəfə böyük kitləyə çatdırmaq cəhdi idi. O dövrün Tudə partisi də müəyyən ideoloji cazibəyə malik idi və Firidun gənc yaşlarında oraya üzv oldu. Lakin çox keçmədən anladı ki, onun məqsədi Tudənin ümumi xətti ilə üst-üstə düşmür. Onun azadlıq anlayışı yalnız sinfi ədalətə bağlanacaq qədər dar deyildi. O, milli kimlik məsələsinin, mədəni hüquqların da, dilin və tarixin də qorunmasının vacib olduğunu görürdü. Bu səbəbdən o Tudədən uzaqlaşaraq öz istəyi ilə Güney Azərbaycan milli hərəkatına yaxınlaşdı. 1945-ci ilin payızına doğru Firidun artıq təsadüfən bu hərəkatın içində deyildi. O seçimini etmişdi. Azərbaycanın haqqını qorumaq üçün yazmaqla, danışmaqla, öyrətməklə, mübarizə aparmaqla məşğul olan insanlara qoşulmuşdu. Hələ o zamanlar heç kim bilmirdi ki, bu gənc hüquqşünas bir il sonra Azərbaycanın ən gərgin günlərində ədalətin son nəfəsinədək müdafiəçisi olacaq. Amma onun özü bunu hiss etmişdi. Ədalət insanın içində başlasa da, millətin ürəyində tamamlanır. Firidun İbrahimi bu yola belə addım atdı. 1945-ci ilin dekabrında, yəni Azər ayında Azərbaycan Milli Hökuməti elan olunanda ölkədə həm böyük sevinç, həm də böyük bir gərginlik vardı. Bir tərəfdən insanlar ilk dəfə öz dillərində məktəb açıldığını, öz şəhərlərində öz adamlarının rəhbərlik etdiyini görürdülər. Digər tərəfdən isə bu hökumətin ömrünün nə qədər olacağını heç kim bilmirdi. Bu bəlirsizlik içində bir şey aydın idi. Yeni qurulan hökumətin ən çox ehtiyacı olan sahə ədalət sistemi idi. Bu yükün kimə veriləcəyi barədə çox adam düşünmüşdü. Nəticədə hələ 27-26 yaşlarında olan gənc bir hüquqçu Firidun İbrahimi Azərbaycan
milli hökumətinin baş savcısı, yəni Dağıstani Qolu təyin edildi. Bu seçim duygularla verilmiş qərar değildi. Hərəkatın liderləri onun qələmindən, düşüncəsindən, prinsipli bir insan olduğundan xəbərdar idilər. Firidun hüquq elmini yalnız bilən adam değildi. O, hüquqa vicdan gətirən adam idi. Onun ilk işi ədalət sistemində qarışıqlığa son qoymaq oldu. Bundan əvvəl bölgədə qanun adı altında çox zaman şəxsi əlaqələr, pulla işləyən məmurlar, rüşvət və yerli təzyiq mekanizmləri hökm sürürdü. Firidun qapıları bir-bir bağladı. Çantası ilə məhkəmələri gəzir, işlərin səbəbini, prosesin niyə belə getdiyini, kimin kimə nə etdiyini şəxsən soruşurdu. O, idarə etdiyi sahədə təkcə qanun dilini yox, insanın dərdini də dinləyirdi. Ona görə də çox qısa zamanda həm hörmət qazandı, həm də düşmən. Hökumətin ən önəmli adımlarından biri geniş bir hüquqi islahatlar idi. İlk dəfə olaraq Azərbaycan türkçəsi rəsmi idarəçilikdə istifadə olunmağa başladı. Bu hüquqi bir yenilikdən çox insanların öz evində, öz dilində danışa bilməsinin bərpası idi. Firidun bu qərarın hazırlanmasında əsas söz sahibi olanlardan biri idi. O dilin hüquqdan ayrıla bilməyəcəyini tez-tez vurgulayırdı. Əgər bir xalq məhkəmədə öz dilində danışa bilmirsə, onun haqqı tam tanınmır. Eyni zamanda yerli feodal qrupların qanunsuz silahlı dəstələrinin xalqa qarşı törətdiyi zorakılıqlara sərt təpki verirdi. Onun rəhbərliyi altında bəzi bölgələrdə ilk dəfə insanların evinə gecə basqınları dayandırıldı. Torpaqların qanunsuz ələ keçirilməsi ilə bağlı işlər qaldırıldı. Bu tədbirlər bəzilərinin narazılığına səbəb olurdu. Amma Firidun geri çəkilirdi. Yox, o bilirdi ki, ədalət mütləq kimsəyə toxunmalıdır. Hətta bu toxunuş bəlli çevrələri rahatsız etsə də. Milli hökumətin ən önəmli yapı və ya saxtarlarından biri yasama yaxud qanunvericilik komisyonu idi. Bu komisyonda hazırlanmış yeni hüquqi qaydaların əksəriyyətində Firidunun düşüncə izi görülürdü. O, hüququ xalqın gündəlik həyatında uyğunlaşdırmağa çalışırdı. Çünki onun düşüncəsinə görə bir qanun kağız üzərində gözəl yazılsa belə, əgər insanın qapısının ağzında pozulursa, o qanun yoxdur. Bu dövrdə Firidun həm də uluslararası miqyasda Azərbaycan məsələsinin müdafiəçilərindən biri kimi seçilirdi. Paris Sülh Konferansında hazırlanan sənədlərdə onun fikirləri, onun hüquqi yanaşması açıq görünürdü. O sənədlərdə Azərbaycan xalqının adından deyilən cümlələr sadəcə siyasi iddia deyildi, hüquqi əsasları olan tələblər idilər. İbrahimi gələcək təhlükələri bilirdi, amma bir dəfə də yazılarında və ya çıxışlarında umudsuz cümlə işlətmədi. O bilirdi ki, bu hökumət uzun yaşasa da, qısa yaşasa da, onun qoyduğu ədalət təməlləri bir gün yenidən istifadə olunacaq. ...1946-cı il dünya üçün yenidən qurulma dövrüydü. Savaş bitmişdi. Ölkələr barış masasında öz haqlarını, öz tutumlarını müdafiə etməyə çalışırdılar. Həmin prosədə Azərbaycan Milli Hökuməti də qatılmağa cəhd edirdi. Burada məqsəd böyük dövlətləri Azərbaycanın haqqına biganə qoymamaq idi. Firidun İbrahimi bu mərhələdə təkcə daxili siyasətin hüquq adamı değildi. O artıq Azərbaycanın uluslararası sahədə görünən simalarından birinə çevrilmişdi. Güney Azərbaycan yalnız bir bölgə kimi tanınmaq istəmirdi. O, uluslar arasında
öz milli kimliyi ilə, öz mədəniyyəti ilə, öz dili ilə görünmək istəyirdi. Bu müraciətlərdə istifadə edilən dil hüquqi cəhətdən dəqiq, siyasi baxımdan ölçülü və insani baxımdan səmimi idi. Azərbaycan xalqı əsarət istəmir. Biz sülh istəyirik. Lakin sülh yalnız azad yaşayan millətlər üçün mümkündür. Bu cümlə Firidun İbrahiminin düşüncəsini açıq göstərirdi. Azərbaycan üçün sülh sadəcə atəşkəs demək deyildi. Sülh haqqın tanınması idi. Bu, Firidun İbrahiminin hüquq anlayışının uluslararası versiyonu idi. Ədalət təkcə bir ölkənin içində tələb edilmirdi. Dünya da bizə qarşı ədalətli olmalıydı. Onun yazdığı mətnlərdə, özəlliklə də Paris Sülh Konfransı ilə bağlı sənədlərdə bir səs aydın eşidilirdi. O səs nə aqressiv idi, nə də yalvaran. O səs sadəcə bir millətin tarixdən və haqdan doğan səsini təkrarlayırdı. Biz öz torpağımızda, öz dilimizdə yaşamaq istəyirik. Bu, heç bir millət üçün təhlükə deyil. Əksinə, bu bölgədə sülhün təməlidir. Paris konferansında Azərbaycanın müraciətləri tam səslənmədi. Bəzi böyük dövlətlər bu səslərə qulaq asmadılar. Amma bu müraciətlərin hazırlanma prosesi Azərbaycan Milli Hökuməti üçün önəmli bir mərhələ idi. Çünki həmin sənədlər isbat edirdi ki, Azərbaycan öz haqqını uluslararası hüquq dilində müdafiə etməyi bacarır. Paris konfransı Azərbaycan üçün siyasi bir uğur gətirməsə də, Firidun İbrahiminin düşüncəsi bir daha bu gerçəyi təsdiqlətdi. Əgər dünyanın böyük dövlətləri ədaləti görmək istəmirsə, onu görməyə məcbur edən yeni bir nəsil yetişəcək. Bu mərhələ tamamlandıqdan sonra artıq hava dəyişirdi. Firidun bilirdi ki, qarşıda fırtına yaxınlaşır. Amma o geri çəkilmək üçün bir saniyə belə düşünmədi. ...1946-cı ilin dekabrı, yəni Azər ayı, Güney Azərbaycan üçün ağır bir ay oldu. Milli hökumət süquta uğradı. Şəhərlərin üzərinə gələn İranın cinayətkar qüvvələri kontrolu ələ aldılar. Yollar bağlandı. İnsanlar evlərindən çıxmağa belə çəkinirdilər. Hökumət üzvləri bir-bir həbs olunurdu. Bu siyahıda Firidun İbrahiminin adı ilk yerlərdən birində idi. Çünki o, sadəcə bir məmur deyildi. Milli hökumətin hüquqi dayağı idi. Onu əvvəlcə Təbrizə tutdular. Heç bir rəsmi ittiham təqdim olunmamışdı. Sadəcə qiyamçı damğası vurulmuşdu. Firidun İbrahimini həbsxanaya aparanda şəhərin küçələrində bir narahatlıq vardı. Onu yola salan insanlar bilirdilər ki, qarşıdakı günlərdə veriləcək qərarlar hüquqa əsaslanmayacaq. Həbsxanadakı ilk günlərində Firidun İbrahimi ifadə ya bağcıyı vermirdi. Onun üçün bu prosesin məhkəmə adlanması belə təhqir idi. Çünki qabağındakı adamlar nə qanun bilir, nə hüquq tanıyırdılar. Şahid ifadələrinə əsasən sorğu-sual zamanı ona belə demişdi. Əgər ittihamım Azərbaycan xalqının haqqını müdafiə etməkdirsə, mən o ittihamı qəbul edirəm. Əgər günahım budursa, onu daşımaqdan utanmıram. Bu cümlələr Pəhləvi rejiminin qarşısında işgəncələrin altında deyilmiş cümlələr idi. Onu günlərlə yatmağa qoymurdular. Yedizdirmir, bəzən günlərlə bağcu yedirdilər ya dindirirdilər. Məqsəd bir cümlənin onun tərəfindən deməsi idi. Mən peşmanam. Amma o bu cümləni heç bir zaman demədi.
Tehranın hərbi məhkəməsinə göndərmək qərarı verildi. Oradakı proses də bəlli bir proses idi. Qapalı keçirilən bu məhkəmədə Feridun öz müdafiəsini etmək istədi, lakin ona izin verilmədi. Sənədlərdə yazılıb ki, o tribuna yaxınlaşmaq istəyəndə əskərlər onu geri çəkiblər. Buna baxmayaraq, o məhkəmənin salonunda dayanan hər kəsə qısa, amma çox dəqiq 2 cümlə deyibdir. Siz mənə hökm verirsiniz, amma tarix hökmünü sizə verəcək. Mən susmuram, çünki haqdan danışan insan susanda zülm böyüyəcəkdir. Edam qərarı çox tez verildi. Həmin gecə idi. Feridun bu xəbəri sakit qəbul etdi. Son gecəsində yanındakı dustaqlara belə demişdi. Mənim üçün ölüm qorxulu deyil, qorxulu olan xalqın umudunu itirməsidir. Səhər tezdən onu zindandan çıxartdılar. Astara yollarından Təbrizin soyuq küçələrindən keçən həyat yolu indi onun son addımlarını sayırdı. Dar ağacın aparılandan sonra insanlar uzaqdan bu gənc hüquqçunun necə dik dayandığını görürdülər. Asılmadan əvvəl son dəfə danışmaq imkanı verildi. O meydandakı hər kəsin eşidə biləcəyi səslə danışdı. Mən ölümdən qorxmuram. Hamınız bilin, burada bir hüquqçu öldürülür. Amma bir xalqın haqqını öldürə bilməzlər. Mən gedirəm, amma Azərbaycan qalacaqdır. Atəş səsi bu cümlənin ardınca gəldi. Feridun İbrahiminin ölümü sadəcə bir şəxsin ölümü değildi. Bu, Güney Azərbaycanın çox dərin və sağalmayan bir yarasıydı. Çünki öldürülən insan qələmi ilə ədalət axtaran, sözünün arxasında duran, xalqının haqqı üçün son nəfəsinə qədər dayanan bir adam idi. Feridun İbrahiminin həyatı çox qısa oldu, amma qısa ömürlər bəzən uzun tarixlərdən daha təsirli olur. Onun qələmlə yazdığı məqalələr, milli hökumətdə gördüyü işlər, Paris Sulh Konferansında göndərdiyi hüquqi sənədlər, hətta zindanda dediyi son sözlər belə bir həqiqəti göstərir. O, öz ömrünü bir xalqın taleyinə bağışlamışdı. Bir xalqın haqqı bir gün itirilə bilər, amma millət onu axtarmağa davam edərsə, o haqq gec-tez geri qayıdar. Bu cümlə bu gün də Güney Azərbaycan üçün bir çağırışdır. Feridun İbrahiminin həyatına baxanda görünür ki, onun mübarizəsi nəticəyə görə yox, yolun doğruluğuna görə seçilmiş bir mübarizə idi. O bilirdi ki, öz ömrü bu yolu tamamlaya bilməyəcək. Amma o da bilirdi ki, bu yol yarımçıq qalmayacaq. Feridun İbrahiminin mübarizə apardığı məsələlərin böyük hissəsi bu gün də gündəmdədir. Bu da onu göstərir ki, onun qoyduğu irs bitməyib, davam edir. O, öz yolunu sonuna qədər getdi və arxasında bir millətin davam etdirdiyi bir iradə bıraxdı. Bu iradə bu gün də yaşayır. Kitabxanalarda, bilim yurtlarında, siyasi mübahisələrdə, küçələrdə, ana dilinin qadağan olduğu məktəb qapılarının arxasında və hətta ən sakit evlərin içində və Güney Azərbaycan xiyabanlarında bu gün səslənən azadlıq, ədalət, milli hökumət şüarında o səs hələ də hər yerdədir. Bu proqram boyunca bir ömrün necə formalaşdığını, necə sınandığını və necə ucaldığını gördük. Feridun İbrahimi hər addımda göstərdi ki, bir xalqın haqqını müdafiə etmək üçün böyük sözlərə gerek yoxdur. Böyük iradəyə ehtiyac var. Onun həyatı qısa idi, amma bu qısa ömür bir millətin yaddaşına uzun bir yol qoydu. Zindanın qaranlığında, məhkəmənin soyuq duvarlar arasında, dar ağacının başında, harada dayanırsa dayansın, onun səsi dəyişmədi.
O ses bugün de bize eyni şeyi hatırladır. Hakkı müdafaa eden insan məğlub olmur. O yalnız özündən sonra gələnlərə yol açır. Xalqın zülm və işgəncədən, əsarət zəncirindən yeganə qurtuluş yolu mübarizəyə qalxmaq, inqilab etməkdir. Xalqın nicatı yalnız milli birlikdə, milli vəhdətdədir. Dəyərli dinləyicilər, Araz News Radiosunda Azadlıq və Ədalət proqramını dinlədiniz. Mən Altay Urmulu. Bir sonraki verilişədək əsən qalın.